Marketlərdə baha qiymətə satılan çiyələk qurularını gəlin evdə hazırlayaq. İlk öncə çiyələkləri saplaqlarından təmizləyib bol su ilə yuyuruq. Süzüldükdən sonra böyük çiyələkləri 3 hissəyə, xırdaları isə 2 hissəyə ayırıb sərib quruduruq. Mən belə bir meyvə qurutucuda qurutdum. Əlbəttə ki, yoxdursa düz bir stolun üzərində qurutmaq olar. Maraqlı videolar izləmək istəyirsinizsə kanalıma abunə olub yazmağı unutmayın. Məhsulun linkini açıqlama hissəsində qeyd etmişəm.